Как вы помните, после грехопадения Eğer yadınızdadırsa günaha düşəndən sonra insanlar, Бог günaha batandan sonra предупреждал человека, insanı Tanrı xəbərdar etdi что придут проклятия, придет смерть. ki, lənət gələcək, ölüm gələcək И вот одно из проклятий, və lənətlərdən biri Бог сказал Еве, Tanrı Həvvaya dedi что к mужу будет твое влечение. və dedi ki, Ərvə meyilli olacaq. ərvə qarşı meyilli olacaqsan Да. И он будет господствовать над тобой. və ərin də sənin üzərində ağalıq edəcək. И вот на протяжении всего истории Və человечества bütün tarix boyunca, insan tarixi boyunca шла эта борьба. bütün bax bu mübarizə davam edir. И вот почему возникают все эти феминистические организации. Və buna görə də bu müxtəlif feministik təşkilatlar yaranıbdır. И есть борьба. Və bir mübarizə var. Знаете, как молились религиозные иудеи? Одна из молитв религиозных Bilirsiniz, иудеев. dini Yahudilərin duaları necə idi? Onların dualarından biri belə idi. Господи, спасибо Тебе, что я не родился женщиной и не язычником. Deyirlər, dua eləyib deyirlər ki, ya Rəbb, təşəkkür edirəm ki, sən məni qadın və ya dindar doğmamısan. И вот, наконец, в начале 20 века Və budur, nəhayət 20-ci əsrin əvvəllərində происходят протесты в Америке и в Европе. Amerikada və Avropada protestlər baş verir. Да, демонстрации. Və Потому что nümayişlər baş verir. женщины, они работали намного больше, чем мужчины на фабриках, на заводах. Çünki fabrik və zavodlarda qadınlar kişilərdən çox işləyirdilər. По 12, по 14 часов в день. Gündə 12-14 saat У işləyirdilər. них не было права голоса. Yəni səs vermək haqları, hüquqları yox idi. И в 1911 году Və 1911-ci ildə на фабрике случается пожар. fabrikdə yanğın baş verir И люди, работники, они там сгорают, умирают. və işçilər orada yanaraq ölürlər. Почему? Nəyə görə? Потому что хозяин фабрики, он закрыл дверь, чтобы рабочие раньше времени не уходили домой. Çünki fabrikin sahibi qapıları bağlamışdı ki, işçilər vaxtından tez çıxıb getməsinlər. И большинство из этих рабочих были женщины. Və bu işçilərin də çoxu qadınlar idi. И вот предложили, наконец-таки, создать такой день борьбы и за права женщин. Və nəhayət qərara gəldilər ki, belə bir gün təyin eləsinlər və bu gündə qadınların hüquqları uğrunda mübarizə günüdür. Да, сначала это было 19 марта, потом стало 8 марта. Əvvəlcə martın 19-u qeyd olunurdu həmən gün, sonra martın 8-inə keçirildi. Знаете, эта борьба все еще продолжается в Bilirsiniz, bu мире. mübarizə dünyada hələ də davam edir. Да, до сих пор. Bugünkü günə qədər. Но радостная весть заключается в том, что Иисус Христос решил эту проблему. Və xoş xəbər ondan ibarətdir ki, İsa Məsih bu problemi həll edir. Да, грех пришел через Еву Düzdür, Həvva vasitəsilə günah gəldi в этот мир, bu dünyaya. но спасение пришло в этот мир через женщину, Amma Aynen. xilas da bu dünyaya qadın vasitəsilə gəldi, deyilmi? через Деву Марию. Məryəm ana В то vasitəsilə. время, когда мужчины, они боялись и говорили, что пока не увижу, не поверю, женщины были у гробницы. O vaxt ki, kişilər şübhə edirdilər və deyirdilər ki, görməsəm inanmaram, həmən vaxtı qadınlar məzarın yanında dayanmışdılar. Да, Мария Магдалина говорит, Раввуни, она обращается к воскресшему Иисусу Христу. Və Məzdəlli Məryəm Məsihə Rəbbim deyə müraciət edirdi. Да. Что я хочу сказать, Nə demək дорогие istəyirəm? женщины? Əziz xanımlar, Я выбрал один стих, это как будто бы Иисус Христос обращается к вам. bir bəndi seçmişəm və sanki bu bənddə İsa Məsih sizə müraciət edir. Просто уберите это имя, которое там в этом стихе, и поставьте свое имя. Sadəcə o bənddə olan adı götürərək öz adınızı oraya əlavə edin. Давайте откроем Лука, 10 глава, Gəlin Luka 10-cu fəsil, последний стих. sonuncu bəndi açaq. А одно только нужно. Это говорит Иисус. А İsa одно только Məsih нужно. belə bir söz deyir və deyir ki, yalnız bir şey lazımdır. Мария же избрала благую часть, которая не отнимется у нее. Deyilir ki, Məryəm yaxşısını seçdi. Bu da onun əlindən alınmayacaq. Dорогие женщины, вы выбрали благую часть. Əziz xanımlar, siz yaxşı olanını seçmisiniz. И это благая часть Иисус Христос, который в вас. Və bu yaxşı olan sizdə olan İsa Məsihdir. И это никогда не отнимется. Və o da sizin əlinizdən heç vaxt alınmayacaq. Иисус Христос dал самую высшую оценку вам, Və İsa Məsih женщинам. sizə ən böyük dəyəri veribdir Хорошо. xanımlara. Поздравляю вас еще раз. Sizi bir daha təbrik edirəm. Хорошо.